Deməli, ilk öncə başlayaq biz Qurbanəli bəydən. Qurbanəli bəy. Aha. Müəllimlər, deyin görüm, Elgiz müəllim, Qurbanəli bəyin yaşadığı kəndin adı nə idi? Hansı kənddə yaşayırdı bu kişi? Qapazlı kənd. Ay, sağ olun. Qapazlı kəndinin mülkədarı deyə təqdim olunur. Yaxşı. Bəs hal-hazırda belə bir kəndin varlığı mövcuddurmu? Yəqin ki, yox müəllim. İndi yoxdur elə bir kənd. Nəyə görə bu formada ironik bir belə deyək də adlandırmadan istifadə edib müəllim? Səbəb nə idi buna sizcə? Səbəb nədir buna? Həmin dövrdə olan, yəni rejimə görə idi. Rejimə deyəndə mən orada kənd cəmaatını məcburi hər şeyə məcbur edirdilər də bir növ qapazı altı eləyərək iş gördürürdülər. Məsəl üçün adi orada yallı getmələrini belə o kənd sakinlərini qapazlayaraq, şillələyərək onları Tamamilə bir doğru. növ oynadırdılar. Tamamilə. Bəs bunları edənlər kim idi? Mülkədarlarla yuxarı zümrənin nümayəndələri. Yuxarı zümrənin nümayəndələri hansı belə deyək də millətdən idi? Rus. Ay sağ ol. Deməli, Rus ağalığını, ölkəmizdə Rus ağalığını deməli göstərmək üçün bu dövrdə yazılan bir neçə əsərlərdə adlandırma məhz bu formada ironik olub. Məsələn, biz bunu Qurbanəli bəydə də görürük, yəni Cəlal Məmmədquluzadə yaradıcılığında da görürük. Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında da görürük. Məsələn, orada da Bomba əsərində deyir ki, Kərbəlayı Zal gecə arvadının bişirdiyi abgüşdən tam yemədi, bir-iki tikə yedi, getdi yerində yatdı, yata bilmədi, o yan bu yana çöndü. Sonra çıxdı eşiyə, yəni küçəyə çıxdı. Zavallı küçə ilə qanlı küçənin kəsişməsində başladı puskuda durmağa. Baxın, burada da küçələrin adlarında bir ironikləşmə var. Zavallı küçə ilə qanlı küçə. Bunlar hamısı nə deməkdir? Yəni zavallı, yazıqların belə deyək də yaşadığı küçə, daha sonra qanlı küçə, yəni orada çoxlu haqsız qan tökülmüşdü. Buna işarə idi. Yəni həmin dövrdə sənətkarların əksəriyyəti ifadə etdiyi fikirləri oxucularına çatdırmaq üçün bu kimi belə deyək də ironik şəxsləndirmədən istifadə edirdilər ki, onlardan da biri məhz Cəlil Məmmədquluzadə olmuşdur. Tamamilə doğrudur. Əsas məqsədləri də istər Əbdürrəhim bəy Haqverdiyev olsun, istər Cəlil Məmmədquluzadə olsun, hər biri ölkə ərazisində olan Rus ağalığının sərt üzünü nümayiş etdirməkdən ötürü deməli bu kimi ifadələrdən istifadə etmişdir. Əslində belə ifadələr, belə məkan adları yoxdur. Yaxşı, müəllim, mənə deyin görün, Qurbanəli bəyin övladı var idimi? Qurbanəli bəyin övladı Fakt müəllim deyə bu bilərik, fakt olaraq bir yoxsa fakt yoxdur. Müəllim, ehtimaldır. ay sağ ol, Ehtimaldır. mal deyə bilərik. Yəni dəqiq deyə bilmərik də bunun o övladı var idi, yox idi. Qurbanəli bəyin xarakterində ziddiyyət müşahidə edirikmi? Yəni bunun xarakterində ziddiyyət varmı? Ziddiyyət müəllim, məncə elə ziddiyyətlik belə özünü göstərən, amma ki bir növ öz xasiyyəti elə o cürdə müəllim, necə deyim, özünü düzdür, süftə necə deyim, içkili vaxtı özünü e, yaxşı göstərməyə çalışır, qonaqpərvər göstərməyə çalışır, amma ki ayıq olan vaxtı dediyi sözünə əməl etmir, necə deyim, gizlənməyə çalışır. Məsələn, nəyinə əsas, hansı fikirlə, əsərdəki hansı fikirlə əsaslandırarsınız ki, bu kişinin xarakterində ziddiyyət var və yaxud da belə deyək də, Qurbanəli bəy novellasındakı Qurbanəli bəy obrazı ilə Keçəl Həmzə Koroğlunun Keçəl Həmzə qolundakı Keçəl Həmzə obrazlarını müqayisə edəndə bunların ortaq cəhəti kimi ziddiyyət təşkil edən obrazdır. Götürə bilərik hər ikisinin ortaq cəhət yoxsa yox? Keçəl Həmzəni dəqiq olaraq götürmək olar, çünki Keçəl Həmzədə bir növ var. Amma hər ikisini götürə bilərik müəllim, sözün açığı. Amma Qurbanəli bəy nəyə görə mən şey eləyə bilmirəm? Çünki Qurbanəli bəy içkili vaxtı özünü necə deyim, şey göstərirdi də. Məsəl üçün gedirdi
ruslara deyirdi ki, sizə canım qurban, sizə belə qulluq eləyəcəm, sizə İndi aş sizə belə bir şey ləzzətdirəcəm. deyim. Sizə belə bir şey deyim müəllim. Qurbanəli bəy ilk dəfə bu kişinin pristavın arvadının ad qoyma mərasiminə gələndə ilk dəfə içkili deyildi ki, məclis sonra başladı da. Ora gələndə mehriban davrandı. Düz deyil, gəldi pristavın arvadının əlini öpdü, ona xoşqədəm sözlər dedi və içəri buyurdu. Yəni bir növ mehribançılıq, yəni dırnaq içərisində mehribançılıq nümayiş elətdirdi orada. Amma belə deyək də, evdən belə deyək də, Qurbanəli bəyin ev daxilində və evdən xaric olan xarakteri fərqli idi. Evdən xaricdə olanlara və eyni zamanda özündən yaş da deməyək, özündən vəzifəcə üstün olan şəxslərə qarşı addımı fərqli idi. Görüşləri fərqli idi. Aydın oldu, amma öz Bəli. evinə qarşı olan və özündən vəzifəcə aşağı olan şəxslərə qarşı görüşü tamam fərqli idi. Yəni ziddiyyət təşkil edir, 100% ziddiyyət təşkil edir. Aydın oldu. Hı. Hətta biz məsələn mən Keçəl Həmzədə hardasa ziddiyyətin olduğunu heç düşünmürəm. Nəyə görə? Çünki Keçəl Həmzə məqsədinə çatmaq üçün bunu elədi. Özü də öz dili ilə dedi ki, mən sənə bu atın üzəngisini özüm verəcəm. Amma məsələn burada xarakterində nöqsanlıq 100% müşahidə olunur. Amma məsələn mən o Koroğlunun Keçəl Həmzənin qıratı qaçırması qolunda Keçəl Həmzədən heç o qədər də oxucu günah görmür. Çünki sonda özü özəliyinin üzəngisini verir. Yəni öz dediyini əməl eləyir də. Başa düşdünüz nə demək istəyirəm? Bəli. Aha, testə düşsə ki, əgər Qurbanəli bəy əsərindəki Qurbanəli bəy obrazı yalnız öz evdən xaricdə özündən belə deyək də, yox, belə deyək də, Qurbanəli bəy yalnız ev daxilində, evdəkilərlə sərt formada danışırdı. Evdən xaricdə heç vaxt heç kimlə sərt formada danışmırdı. Bu fikir doğrudur yoxsa yanlışdır sizə görə? Yanlışdır. Aha, nəyə ilə əsaslandırarsınız? Ona görə əsaslandıraram ki, bunun yanında olan qulluqçusu pristavgildə olanda, yəni daha doğrusu naçalnikin yoldaşgildə olanda, ad gündə olanda, onun köməkçisi Məşədi kim idi? Mənim adı yadımdan çıxdı. Təbliğ Qasım. Qulluq Kəbli Qasıma qarşı necə deyim, söyüşdən istifadə eləməsi, onu axmaq adlandırması, bir növ ona çəmkirməsi, kobud rəftarı, yəni bir növ evdən qıraqda da özünü biruzə verir. Ay, sağ olun, əla. Bəs yaxşı, bu əsərdə naçalniki mənfi obraz adlandırmaq olarmı? Xeyr. Niyə? Əslində müəllim, təzadlı şeyə görə müəllim, əslində adlandırmaq olar. Çünki o belə deyim də müəllim, obraz kimi tam onun necə deyim, mənfi və ya müsbət xarakterli insan olmağını tam ortaya qoymaq olmur. Ancaq ki, bu Qurbanəli bəy dedikdə ki, Kəbli Qasım araq içmir, yəni içki, şərab içmir, içir də bilmirəm. O da deyir ki, zatı qırıqdır da ona görə. Yəni bir növ Qurbanəli bəyə haqq qazandırır. Yəni deyir üzümü bu Qurbanəli bəyin dilindən səslənir ki, bu üzümü yeyir, amma şərabını içmir. Başa sala bilmirəm ki, bu da üzümdən olan bir şeydir. O da Qurbanəli bəyə haqq qazandırır. Amma bundan başqa da, yəni bu nüansdan başqa da necə naçalnikin orada o qədər də mənfi bir obraz göstərmir. Aydındır. Hətta gəlir Qurbanəli bəygilə, necə deyim, gəldikdə o gəlir orada artıq reaksiya vermir də, qonaq çağırıb, niyə yoxdur, belə yoxdur. Sadəcə gəlir, atına baxır, yenə orada da Qurbanəli bəyi görür, gülüb çıxıb gedir. Yəni artıq heç bir reaksiya vermir, nəsə bir növ tam xasiyyəti necə bir insanı tutmaq olmur da mənim o obrazı. Aha. Mənə görə. Əsərdə vulqarizmlərdən istifadə olunub, yoxsa varvarizmlərdən istifadə olunub? Yoxsa hər ikisindən istifadə olunub? Vulqarizmlə. Aha. Yəni hər ikisindən mənim vulqarizmlə də varvarizmlə.
Necə əsaslandırarsınız? Eee, vulqarizm yəni orada elə Kəbli Qasımı Qurbanəli bəy söyürdü. Mhm. Deyirdi ki, yəni varvarizmdə mən varvarizm tam çıxardan mənim. Yəni vulqarizm kobud sözdür, söyüşdür. Varvarizmlər Varvarizmdə isə yad olan, dilə yad olan sözlərin, yəni başqa ölkədən götürülən sözlərin rusların istifadə olunur. rusların elə rus dilində işlətdiyi elə xanım elə ilk başda necə deyim, sakit olun, Çinə deyir, nə deyir belə bir söz deyir. Mhm. Sakit olun. Çıxır Bəli. camaata deyir. Qayıdır Bəli. girir içəri. Yəni Mhm. işlənib. Deməli, bu əsərdə həm vulqarizmlərdən istifadə olunmuşdur, həm də varvarizmlərdən istifadə olunmuşdur. Amma kəmiyyət etibarı ilə vulqarizmlərdən daha çox istifadə olunmuşdur və vulqarizmlər isə istifadə olunub bu əsərdə bircə Qurbanəli bəyin dilindən istifadə olunub. Yaxşı, burada hansı milli belə deyək də dünənki sınaqda da, onluq sınaqda da var idi, hazırlayıb atmışdım. Hansı milli rəqsin adı çəkilir? Deməli müəllim, milli rəqs yallı, milli yemək aş, milli hava Uzundərə. Ay, sağ olun. Milli rəqs yallı. Milli deməli, nə idi o? Milli Milli oyun hava havası. Bəli, o milli hava, Uzundərə. Sonra milli yemək də aş adı çəkilir. plov. Bəs Abqüşt adı milli yeməyi harda çəkilir adı? Bomba əsərində. Bomba əsərində. Bəli, Abqüşt hansı milli Yəni yeməyidir? amma bax onu mən sizdən soruşacaqdım müəllim. Onu biraz araşdırıb güc tapa bilmədim onun nədir? Yəni nə yeməyidir? Bozbaş. Bozbaş deməli. Bəli, Absu deməkdir farslarda. Biz ona deməli əsasən sulu yemək deyirik. Məsələn, cənub zonasında buna sulu yemək deyirlər. Daha ona dur bozbaş bişir, nə bilim, kəlafur, nə bilim, də belə bu formada bu ifadələr əsasən toylarda bişən yeməklərə verilən işlədilir. Amma suyu olan yeməyi həmişə sulu yemək kimi işlədilir. Abgüş də güş ət deməkdir. Ab da su deməkdir. Yəni sulu ət yeməyi. Yəni bayaq nə dedim mən? Dediniz farslarda işlənir. Ab su deməkdir. Güc Yox, də bu yemək bizim dildə dedim hansıdır? bozbaş. Hə, bozbaşdı, bəli. Soz. Hətta sizin kitabda da yazıb, Abqüştün qabağına mötərizədə, yox, kitabda yazılmıyor, şeydə yazıb, orta məktəb kitabında. Yadıma düşdü. Orta məktəb kitabında yazıb. Abqüşt yazıb burdan bozbaş yeməyi. Aha, yaxşı. Biz bu əsərdə, yəni Qurbanəli bəy əsərində Qurbanəli bəy ancaq belə deyək də naçalnikin həyətində, pristavın həyətinə gəlir, arvadının ad qoyma mərasiminə gəlir. Onun həyətindən keçirdi. Həyətinə keçəndə ilk olaraq kimə salam verir? İlk olaraq naçalnikin arvadına. Yox. İlk olaraq naçalnikin arvadına salam vermir. Bu əsərdə Qurbanəli bəy içəri girən kimi ilk olaraq salam verir itə. İtə salam verir, pristavın itinə salam verir. Hətta orada Mən insan var olaraq, şəxs olaraq düşündüm onu. şəxs olaraq mən demədim. Şəxs olaraq doğru dediniz, bəli. Amma ümumən ilk salam verdiyi it olur və burada varvarizmdən istifadə edir Qurbanəli bəy. Deyir, "Privet sabaka." Yəni itə salam verir orada. Başını tumarlayır. Daha sonra gedir ikinci olaraq pristavın arvadını əlindən öpür. Harda evin içinə girəndən sonra öpür yoxsa Yox, əlindən öpür, keçirlər içəri. bəli, balkonda. Orda balkon Hə. səhnəsi var. Balkonda deməli onun əlini öpür. Qarşısında belə deyək də o ruslarda bir ağanın qarşısında baş əymə söhbəti var. Onu eləyir və hörmət əlaməti olaraq eləyir və keçir içəri. Bəs yaxşı. Bəli, buyurun. Olar bir sual verim. Buyurun. Bu Qaraca nədir? Qazan xanın Salur Qazan evinin yağmalanması boyunda
Hı hı. Qazan xan gedir, birin elə bil itlə şey eləyir də. O it öz itidir yoxsa Qaraca çobanın? Qaraca çobanın iti deyildi o. Çünki belə deyək də, bax bəzi kitablar ona deyir ki, Qaraca çobanın itidir. Mən də ona görə müəllim, yəni Amma birinci öz fikrimi deyim, bir dənə xahiş buyurun, edirəm, buyurun. çox xahiş edirəm. Mənə görə niyə o Qaraca çoban istəyir? Bu öz yurdunun yağmalanmasına gedir öz yurduna gedir də bu. Hı -hı. Öz yurduna, yəni öz yurdunda olan itdirsə, Qaraca çobanın iti bunun yurdunda nə iş var? Qaraca çoban hardaydı? Bu Bəli. təzədən gedib Qaraca çobanın yanına, orada təzə Qaraca çobandan söhbət eləyir də. Yəni absurddur da, Qaraca çoban itidirsə bunun yurdunda nə işi var? Yox, Qaraca çoban iti deyil. Amma bir-iki dənə vəsait var ki, yəni tələb olunmayan vəsaitlərdir. Onlarda yazılır ki, guya Qaraca çoban itidir. Özü də təhlil hissəsində yazılıb. Amma Qaraca çoban iti Bəli, deyil. bəli. Çünki Qaraca çoban Dərbəndədir. Bu isə belə deyək də, Gürcüstan sərhədinə çox yaxındır. Yəni bunlar biz deyə bilmərik orada Qaraca çoban. Sadəcə köpəkdir. Ondan soruşur, o da gəlir onun ayağına sürtünür eləyir. Ki heç orada sən belə deyək də getməlisən Qazan xanın Qaraca çobanın yanına. Heç elə o məntiqlə də yanaşmaq düzgün deyil. Sadəcə Qazan xan məcbur qalıb orada çobanın yanına gedir. Çünki yerində, yurdunda heç kim yox idi. O məcbur qaldı çobanın yanına getdi ki, bir xəbər alsın, hali alsın ki, görüm vəziyyət nə yerdədir. Bəlkə o bir şey bilir. Yəni o it orada olsaydı, olmasaydı da, Heç onu bir şey yox, bəli, deyilən bəli, söz. bəli. Yəni Hər yenə gedəcəyik halükarda, Dərbəndə. bəli, hər halükarda ora gedəcəkdim. Aha, tamam. Yaxşı, yaxşı, İlk yaxşı, dəfə yaxşı. idi mənim sual qabağıma çıxdı, yazdım, səhv çıxdı. Yazdı ki, cavab oldu ki, Qaraca çoban itidir. Yox, yox, yox. Tabanti deyil. Test həmişə yazanda bir dənə mənim müəllifində deyim, mən onun düz yox səhv olduğunu deyəcəm. Nə oldu mən? Mhm. Qurbanəli bəy. Yaxşı, Qurbanəli bəy evinə gəlir. Biz bir ki, artıq məclisə daha doğrusu gəlir. Məclisə gələndən sonra orada nə deyir, nə deyir, nə deyir. Aha, içki məclisi başlayır da. Orada nədən narazı? Nəyə görə Qurbanəli bəy hamı içkisini içir, amma Qurbanəli bəy içkisini içmirdi. O yana bu yana baxırdı. Səbəb nə idi buna? Stəkanın balaca olmağı idi. Hətta orada naçalnikin arvadına deyir ki, biz bundan, bizim arvadlar, yəni xanımlar evdə bunu barmağına taxıb tikiş tikirlər. Buna bizdə müşük deyirlər. Bəli, Yəni tamamilə bu da doğru. naçalnikin arvadı gətirir ona çappa stəkan, yəni su stəkanı verir. Aha. Bəs ordakı qonaqlar necə? Onun bu əməlindən sonra onu da gülməli hesab edir, yoxsa təəccüblə qarşılayırlar? Birinci hamısı, hətta naçalnik özü də deyir ki, sən olmaya qatı dindarçılardansan, sən Deyir də ki, yəni sən də mi qatı müsəlmanlardansan? Belə bir fikir işlədir orada. Sən də mi? o da deyir ki, yox, sadəcə açıqlayır, deyir, bayaqki vəziyyət, deyir ki, belədir. Ondan sonra hamı deyib gülür, yəni yenə içməyə başlayırlar. Tamamilə doğrudur. Yaxşı, 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 yaxşı. Bu əsərdə Qurbanəli bəy nəyə görə orada belə deyək də, oradakı məclisdə danışan şəxslər bir fikir işlədilər. O fikirdən sonra Qurbanəli bəy çığır-bağır salır və deməli Kərbəlayi Qasımı ora çağırmalarını istəyir. Özü gedir çağırır, yoxsa məsələn fikir verirlər ki, deyir ki, Qurbanəli bəy əvvəlcə nökərlərə deyir, nökərlər gedirlər, gəlib deyirlər ki, yəni yatıb da, onu durğuzmayaq falan filan. Sonra özü gedir onu durğuzur. Bu fikir doğrudur yoxsa yanlışdır? Bu fikir belədir ki, müəllim, deməli aş söhbətində olur bu mövzu, yəni plov söhbətində. Deyir ki, mənim yəni bizdə olan plov daha dadlıdır. Yəni başqa hətta adı yadımdan çıxır müəllim, bəzən adları qarışdırıram. Əli bəy. Deyir ki, bəli, Əli bəy. yox, Aşpaz Əli. hətta Hə. aşpaz Əli bəy, yəni daha dadlı bişirir. Deyir, hətta inanmırsınızsa bunu soruşaq. Bunu kimdən soruşaq? Bu da deyir ki, Kərbəlayi Qasımı çağıraq.
deyir ki, orada qapıda olan deyir ki, Kəbli Qasımı çağırın bura. Hətta orada da qışqırır. Kəbli Qasım bir neçə dəfə qışqırır. Hı hı. Kəbli Qasım səsinə səs vermir. Orada olanlardan, o qapıda olanlardan biri gedir, yəni qulluqçulardan da gedir Kəbli Qasımı çağırır. Gəlir deyir ki, Kəbli Qasım yatıb. Hı hı. Yəni oradakılar da təzədən deyir, necə yatıb? Ey, dur qız gəlsin bura. Oradakılar da deyir ki, yox da lazım deyil. Oyatma. Hı hı. Yəni söhbət də belə də davam eləyir. Orada da çağırmırlar Kəbli Qasımı. Bəs Kəbri Qasım gəlir ora yoxsa yox? Yox, Yox. gəlir müəllim, gəlir. Bəli, deyir ki, gözlərini ovuşdura-ovuşdura gəlir ora. Hə. Başlayır yenə ona təhqiramiz sözlər deməyə və deyir ki, denən mənə görüm bu ən yaxşı aşı, plovu kim bişirir də? O da deyir, mən bunlara deyirəm ki, özü də hətta cavabını deyir orada Qurbanəli bəy. Deyir, mən bunlara deyirəm Əli bəy, bunlar mənə inanmırlar. Hətta heç orada inanmamaqdan söhbət belə getmir deyə sadəcə içkinin verdiyi Özü-özündən coşqunluqla, bəli, coşurdu. bəli. Ona görə də məcbur qalıb Kəbri Qasım o nə deyirdi? Ağa çal deyir, o da oynayırdı. Aha. Yaxşı müəllim. Bəs bunlar evə gedirlər. Evə gedəndə bunları ilk qarşılayan kim ol? Belə deyək də, onların kəndləri, yəni Qurbanəli bəyin kəndi bunlara yaxın idi, yoxsa necə? Necə deyə bilərik ki, yaxın və yaxud da uzaq idi? Hansı fikirlə əsaslandıra bilərik? Fikirlə müəllim, bir qədər məsafə var idi. Ona görə ki, bunlar bu naçalnikgil gələndə Deyir, sabah neçə tezdən saatlıq yol idi? Atla neçə saata getdilər? Belə bir fikir qeyd olunub orada. 4 olar da müəllim. Hətta onlar gedirlər, səhər çıxırlar, günorta radələrində ora çatırlar. Yəni günorta artıq yeməyinə hazırlaşan vaxtı gedib çatırlar ora. Doğrudur. Yaxşı. Evə çatanda birinci kim qarşılayır bunları? Bunları birinci qarşılayan elə şeyin xanım, evin xanımı da Qurbanəli bəyin yoldaşı. Yox, əsla. Ən axırıncı qarşılayan, heç o da qarşılanmır. Çünki yatmışdı. Birinci qarşılayır Əli bəy. Gəlir Əli, aşpaz Əli, Əli bəy deməyək də. Aşpaz Əli, çünki bəy deyildi, o bu aşpaz idi. Aşpaz Əli gəlir qapını açır. O da ki, çöl darvazasını gəlib açır. Bundan sonra orada xəncərini göstərir ona. Deyir ki, Əli bu xəncəri görürsən, bunu soxaram sənin qarnına. Sonra gəlir, gələndə pilləkənlərdə Qarabaşı görür. Qarabaş da belə deyək də, onun arvadının köməkçisi idi. Adı da Gülpəri idi. Deməli onu görür. Görəndən sonra deyir ki, bax bu Gülpəri, bunu görürsən, soxaram sənin qarnına. Bunu deyəndən sonra gəlir, girir içəri. Arvadı deyir ki, əynini çıxartması şəkildə, hətta burada qəribə bir tendensiya yaranıb. İndi onu birazdan deyəcəm sizə. Deyir ki, əynini çıxartmayıb, elə yataq otağında da oturan yerdə yuxuya gedibdi. Yəni ərini gözləyə. Gəlir bunun başının üstünə, buna deyir ki, səsləyir, hətta onun da yanına gəlir, deyir ki, bunu görürsən, bu xəncəri soxaram sənin qarnına. Görür ki, arvadından bir sonra çıxmır, əsəbi halda gəlir, uzanır, yerində yatır. Səhər durandan sonra deyir, səhər atılır. Səhər atılandan sonra arvadı oyanır, görür ki, arvadı oyanandan sonra görür Qurbanəli bəy gəlib, əynini geyinib çıxır çölə. Baxın burada nə yazılır? Deyir ki, bayaq dedik ki, arvad əynini çıxartmadan orada yuxuya getmişdi. Səhər durandan sonra deyir ki, əynini geyinib eşiyə çıxdı. Burada o deməkdir ki, köhnənin qadınları bu üst-üstə geyinirdilər nə qədər. Bəli. Ay sağ ol. Baxın o həmin ifadə öz əksini tapır. Bəzən yəni bunu yanlış ifadə kimidir. Guya kitabda belə bir çap səhv var. Xeyr. Sadəcə paltarla yatıb, duranda da o üstünə də nə qədər üstündən geyinib. Yəni bu mənadadır. Yəni köhnənin qadın geyimləri nəzərdə tutulur. Yaxşı. Bunlar bəs hansı yeməyi həmişə yemək bişirmə. Bunların evində adət nə idi? Yemək bişirəndə kimdən icazə alınırdı? Qurbanəli bəydən. Aha. Bəs yaxşı. Bu gün də icazə ala bildirərmi? Xeyr, yatmışdı. Hı. Hətta Qurbanəli bəyin burada aşpaz soruşur ki, günortaya nə bişirək? Hı. Xanımdan soruşur. Xanım da deyir ki, Qurbanəli bəy yatıb.
12 bacaqlı verir, səhv deyiləmsə elə birdir. 11-12 bacaqlı pul verir ki, bacaqlı idi də səhv deyiləmsə, verir ki, Bacaqlı deyil. ki Bacaqlı şeydədir. Məstəli şahdadır. müəllim bu pul əskinasının adı nə idi orada? Deməli, Qurbanəli bəy də yaxşı müəllim. Qurbanəli bəy bu sualla 2-3 dənə sual da verək burada. Burada deməli, Qurbanəli bəy bu kimdir bir dəqiqə. Deməli, Qurbanəli bəydə birinci kim gələn qonaqları görür? Gələn qonaqlar deyəndə rusları çağırmışdı axı onlar. Əli bəy yuxarı çıxır. Bəs ağaca kimi tutaraq. göndərirlər çıxartmağa? Birinci Bəli, kim müəllim. getmək istəyir? Birinci kim getmək istəyir, ona icazə vermirlər. Elə ən birinci elə Kəblə Qasım deyir ki, Kəblə Qasım xanım deyir ki, oradan gedin şeyə gətirin, nə deyim, örtük deyək. Örtüyü gətirin, tutu çırpaq. Ha. Xanım deyir ki, belə tutu çırpaq. Kəblə Qasıma deyir. Kəblə Qasım da çıxmaq istəyir, amma Əli bəy deyir ki, gedin gətirin, mən çıxaram. Hı. Mən sizi itələyərəm. Aydındır, əla. Deməli, burada səbəb-nəticə əlaqəsi pozulmuş olur. Hansı epizodla? Deməli, birinci göndərirlər, nədir bu, Kəbləyi Qasımı göndərir xanım çarşaf gətirməyə. Ancaq deməli, Əli bəy deyir ki, mən çıxıb, Əli bəy daha doğrusu deyir ki, sən get çarşafı gətir, mən çıxaram bura. Deməli, Əli bəy Kəbləyi Qasımdan yaşca kiçik idi. Hətta orada ifadə işlədir ki, sən oradan çıxarsan yıxılıb eləyərsən də. O çıxır gedir. Çıxanda deməli, bəs gələn qonaqları birinci kim görür? Elə Əli bəy görür. Əli Əli bəydir. bəy də Əli bəy aşağıya deyir ki, kəndə atlı gəlir, amma kənd cəmaatına oxşamır. Bəli, geyimlərindən filan kənd cəmaatına oxşamır da. Bəs ikinci kim Bəli. görür onları? İkinci müəllim yenə xanım deyir ki, çıx aşpaz damına, oradan bax gör gələn kimlərdir. Hı. Bu yenə Əli bəy gedir, çıxır aşpaz damına, oradan baxır. Və hətta Əli burada bəy belə bir şey yoxsa Kəbləyi Qasım görür onu. yox, Əli bəy çıxır axı. Hı. Mən bildiyim qədərinə mən Əli bəy oradan düşür, gedir, deyir ki, çıxım şeyə, nədir, Aşpaz damına. aşpaz damına. Orada da hətta belə bir kəlmə işlədir ki, deyir ki, onun ardından gələn bir cümlədə deyir ki, onun gələnlərin nədir, düymələrindən, papağından, yəni geyimindən, geyimin düymələrindən aydın olur ki, bu gələn onlar. Hətta bundan sonra da Onlar Kərbəlayi da Qasım deyir kimdir? ki, Onlar kimdir müəllim? dünən gələn Kəbləyi Qasım da burada deyir ki, dünən gələn qonaqlardır. Bu ki, Ha. dünən gələn qonaqlardır. Bəli. Deməli, Kəbləyi Qasım o düymə söhbətindən, paltarın geyimindən filan tutur ki, deyir ki, bunlar dünənki qonaqlardır da, dünən məclisdə iştirak edənlərdir. Bəs neynirlər? Gedib bu əhvalatı biləndən sonra ilk elədikləri qonaqlar gəlib qapını çalandan sonra onlar gedirlər, yoxsa daha doğrusu Qurbanəlini çağırmağa gedirlər, yoxsa ondan sonra? Onlar artıq darvazaya gəlirlər, görürlər ki, it falan hürüşdü. Burada Qurbanəli bəyin yoldaşı girir içəri. Artıq bunlar başa düşür ki, necə deyim, bunlar gəldilər bura. Həmin vaxtı xanım girir içəri. İçəri girdi, bunlar da qapı döyülür. Kəbləyi Qasım qapını açır. Xoş gördük. Deyirlər ki, ağanız evdədir, yəni Qurbanəli bəy evdədir. Deyir ki, yox. Hətta burada xanım deyir ki, Emin xanım deyir ki, denən ki, bəyimiz evdə yoxdur. Hı. Bunlar da naçalniklə deyir ki, bəs bəy evdə yoxdur. Bəs hanı deyirlər bilmirik. Hara gedib bilmirik. Bəs evdə olmayacaqdısa, uzaq səfərə gedəcəkdisə, bizi niyə çağırıb bilmirəm. Deyir ki, bəs neyniyək? Qaydaq. Hətta burada xanımların biri deyir ki, bir stəkan su istəyir. Burada da yenə
Kəbli Qasım qaça-qaça gedir, suyu götürür, gəlir xanıma verir. Ondan sonra deyir ki, burada naçalnik deyir ki, istəyirsinizsə bir dənə gedəyin Qurbanəli bəyin bu atlarına baxağın, ondan sonra gedəyin. Burada artıq yenə öz başına getmir. Naçalnik Kəbli Qasımdan İcazəsini istəyir alır. ki, icazə istəyir ki, gedək baxaq. Kəbli Qasım da deyir, buyurun. Gedirlər ki, bu arada da Qurbanəli bəy xanımı bunu gedir oyadır ki, bəs bir dəfə oyadır, çönür o tərəfə, hə deyir, oyanır, necə deyim, cavab vermir. Daha doğrusu cavab verir, sadəcə oyanmır da, tam ayağa qalxmır. İkinci dəfə, artıq üçüncü dəfədə ayılır, qəfil deyir ki, otaqda o tərəf bu tərəfə gedib gəlir, deyir ki, deyin ki, bəs Qurbanəli bəy evdə yoxdur. Belə olduqda çarşaba bürünür, özünü salır atların olan oxuruna və gedir atın oxurunda gizlənir. Burada naçalnik yenidən atlara, yəni gedir atlara baxmağa. Ata baxır, deyir ki, bu ki Qurbanəli bəyin dünənki atıdır. Sonra o birisi atı görür, deyir ki, bu da onun yəqin ki tərifli atıdır. Kəbli Qasım deyir, bəli. Atın dişinə baxmaq istəyəndə görür ki, burada ağ kəfənə bürünmüş bir şey var. Yəni bir qədər ürək eləmir. Yenidən necə deyim, orada səs salır, onun ətrafında olanlar gəlirlər. Kəbli Qasımın səhv deyirəmsə qolundan tutaraq ona yaxınlaşır. Baxır ki, Mikhail Pavloviçin, yox. bəli. Orada rus əsilli var idi, Mikhail Pavloviç. Onun Bəli. əlində. Onun əlindən tutur. Baxır, deyir ki, hətta orada Qurbanəli bəyin öz adını çəkmir. Bir ifadə istədir. Deyir ki, sən imişsən ki. Aha. Ondan sonra qəhqəhə çəkib gülüb çıxıb gedirlər. Yəni əsər də beləcə sonlanır. Məhz həmin epizoda görə əsər novella janrı adlanır. Novella nədir? Hekayənin gözlənilməz sonu. Yəni gözlənilməz sonluqla yekunlaşması. Bəli. O boyda belə deyək, bəy olan Qurbanəli sonda gülünc vəziyyətə düşür. Bununla da bu əsərin novella olduğunu təsdiqləyirik. Deməli, Düz deməli, əsərdir, amma sadəcə olaraq, yəni belə real götürəsi olsaq, tamam indi bəysən də sən, deyək ki, axşam içkili olmusan, yadından çıxırıb. Yəni 1-2 saata, 3 saata nəsə bir həll eləmək olardı o məsələni yerinə sən sadəcə belə deyək də, sırf yazıçı öz niyyətini çatdırmaq istəyib ki, həqiqətən də Qurbanəli və Qurbanəli bəy kimilər bu vəziyyətə layiq biridirlər. Yəni onu çatdırmaq üçün. Qurbanəli bəy bitdi. Gəl Nurəddin haqqında danışaq, sonra Talvar. Talvar biraz genişdir. Əslində Nurəddində də xırdaçılar çoxdur. Nurəddini baya-baya xırdalayacağıq. Deməli, Nurəddin hekayəsinin müəllifi dediyi kimdir? Qoy mən deyim bunu. Süleyman Sani Axundov. Nurəddin hekayəsi. Yaxşı, bu əsərdə əsərin əvvəlində qeyd olunur ki, bəs Hacı Nəsirin və onun gözəl arvadının illərdir Hüsündə gözəl, Camalda gözəl arvadının neçə illərdir ki, evlənmələrinə baxmayaraq övladları olmurdu. Çoxlu nəzir niyaz paylayandan sonra Allah onlara bir oğul payı göndərdi. Bu epizod klassik ədəbiyyatda başqa hansı əsərdə rast gəlinir? Leyli və Məcnun əsərində Məcnun. Olun, bəli. Tamamilə doğrudur. Fərqli cəhəti odur ki, deyə bilərsiniz ki, hə, başlanğıcları eynidir. Yəni onların əmələ gəlməsi, dünyaya gəlməsi eyni olur. Eyni epizod kimi canlandırılır. Ancaq belə bir fərqli cəhət deyə bilərik ki, Nurəddin cəmiyyətdə elə Nurəddin olaraq tanınır. Amma, yəni öz adı ilə tanınır. Amma deməli Qeys cəmiyyətdə öz adı ilə tanınmır. Məcnun adı ilə tanınırdı. Aydın oldu? Yəni belə bir epizodda yadınızdan çıxartmayın. Nurəddin əsərində mənə deyin görüm siz müəllim. Nurəddin neçə yaşında məktəbə gedir? Nurəddin neçə yaşında? Mhm. Nurəddin yəqin ki, müəllim 7 yaşında. Normalda şagirdlər 7 yaşında məktəbə gedir. Nurəddin 1 il sonra 8 yaşında,
8 yaşında məktəbə getdi və oxumaqda da bütün həm o belə deyək də, yazmaqda, həm də xüsusən də oxumaqda bütün digər şagirdlərdən yaxşı mənada fərqlənən bir şagird idi. Yaxşı, Nurəddinin valideynlərindən birinci kim dünyasını dəyişdi? Həlimə xanım, anası Həlimə xanım. Anası Həlimə xanım, bəli, dünyasını dəyişdi. Həlimə xanım nədən dünyasını dəyişmişdi? Əsərdə qeyd olunur həmin fikir. Bəli, bəli. Hamamda yəni gedir çimir, çiməndən sonra özünü soyuğa verdirir və ondan sonra yatağa düşür. Hətta burada Hacı Nəsirin nə qədər məşhur həkimlər var. Aha, Yəni çağırır, sağalda bilmir. tamamilə doğrudur. Yaxşı müəllim, mənə deyin görüm siz bu əsərdə neçə obrazın xarici görünüşü canlandırılıb, necə obraz idi? Görünüşsə necə obrazlar? Belə deyim də, Xarici Hacı Nəsirin xarici arvadlarının hər ikisinin xarici görünüşü canlandırılıb. bir dənəsinin, o da ki, Gülpərinin Gülpəri. Hə də ki, Tanrıverdinin qızını. İmamverdi olar. İmamverdinin qızının, yəni o da deyir ki, qarayannız, necə deyim, böyük əndamlı, qarayannız, bədxasiyyət bir xanım idi. Yəni hətta 23 yaşı var idi. Hər ikisinin müəllim xarici görünüşü canlandırılır. Tamamilə doğrudur. Deməli, Gülpərinin xarici görünüşü dediyiniz kimidir. Orta boylu, bədxasiyyət, qarabəniz, 23 yaşında olan bir qız uşağı idi. Amma onun arvadı, yəni ölən arvadı isə Həlimə xanım. O isə ən əvvəldə deyir, hüsndə camalı gözəl, yəni gözəl biri olduğu qeyd olunur. Camalı gözəl bir xasiyyəti gözəl, camalı gözəl bir insan kimi qeyd olunur orada. Elə bir ilk cümlələrində. Deməli hər iki arvadının xarici görünüşü canlandırılmışdır, amma xarakteri tamam fərqli olan, fərqli xarakterlər idi. Yaxşı, mənə deyin görüm siz, bu əsərdə Hacı Nəsir istəyərək, belə istəməyərək ailə həyatı qurur, sırf Nurəddinə görə, yoxsa özü də istəyirdi ailə həyatı qurmaq? Yəni bu fikrə düşür. Hər iki səbəbdə bir həm Nurəddinə görə, həm də özü üçün. Hətta orada necə deyim, Gülpərini qovmaq istəyəndə necə deyim, belə bir ifadə işlədir ki, yəni səni kasıbçılıqdan gətirdim, öz evimə xanım elədim ki, sən Nurəddinə baxasan, yoxsa ona dəllallıq eləyək, yəni ona ağ olasan da, yəni ona pis davranasan. Yəni bundan sonra sənin bu evdə bir işin yoxdur. Həm bir növ əsas şeyin Nurəddinə görə idi. Yəni amma onu fakt olaraq deyə bilmərik də, necə deyim, bunu sırf Nurəddinə görə və yaxud Hacı Nəsir, özünə görə. Hacı Hər ikisi Nəsir var idi. və Hacı Nəsir özü də istəyirdi ailə həyatı qurmaq. Ona görə də qız axtarmağa başlamışdı özünə. Günlərin bir günü o gedir malla əlaqədar olaraq gedir, deməli, mal tədarükünə görə gedir. Oradan qaydanda kəndə dostu gilə gəlir. Dostu da kim idi? İmamverdi idi. İmamverdi gilə gəlir. İmamverdi o anda deyir ki, o ana qədər İmamverdinin qızının olduğu Gülpərdən xəbərsiz idi Hacı Nəsir. İmamverdi deyir ki, bəs daha doğrusu Çayzadə İmamverdi deyir, orada deyir ki, Gülpəri, bəs Hacı Nəsir yoldan gəlib, yol yorğunudur. Ona bir çay dəmlə gətirib bizə içək. Onda bunu görür və daha sonra ona elçi gedir. Elçi məsələ talehlərin də olan qara günlərdə bu andan etibarən başlayır. Hacı Nəsirgilin evində bir dənə qulluqçu var, yoxsa qulluqçular çox idi? Hacı Nəsirgildə qulluqçu çox idi müəllim. Orada necə deyim, qulluqçu sayı bir deyildi, çox idi. Aha. Nə ilə əsaslanır? Biri Bahardır, onu bilirik. Bəs başqasının olduğunu necə əsaslandırarsınız? Hətta deyir ki, 10 il burada qulluqçuluq, Gülpərinin 10 il burada qulluqçuluq eləmiş biri Gülpərinin bu acı rəftarına dözməyib çıxdı. Bahar xanımcı isə Nurəddinə görə qalmışdı. Bəli, Bahar da getmək istəyirdi, amma Nurəddin onun boğazında qaldır. Çünki öləndə anası Nurəddini Gülbahar nə idi? Bahara tapşırmışdı. Aha, yaxşı. Mənə deyin görüm müəllim, bu əsərdə
Bu əsərdə artıq belə deyək də Nurəddini bir dəfə çox pis döyür Gülpəri. Ona görə ki, Nurəddin guya evə gec gəlmişdi. Heç yəni o qədər də belə deyək də onun doğru dildə desək vecinə deyil ya Nurəddinin evə tez və yaxud da gec gəlməyi. Sadəcə belə həzz alırdı da Nurəddini döyməkdən. Bir səbəb çıxmışdı ki, sən evdə gec gəlsən, ona görə mən səni döyüm. Nəysə, 1-2 artıq Hacı Nəsir bunu görür. Görəndə artıq dözə bilmir və orada Nurəddin də deyirəm, Gülpəriyə sizin dediyiniz o ifadəni işlədir ki, mən səni yoxsul həyatdan gətirib burada gün verirəm, sənin elədiyinə bax. Əksinə İmamverdinin vəziyyəti pis deyildi. İmamverdinin özünün evi, özünün işi gücü var idi. Sadəcə Hacı Nəsirlə müqayisədə nisbətən kasıb təbəqə idi. Hacı Nəsirlə müqayisədə. Hacı Nəsir çünki imkanlı biri idi. Nəysə, Hacı Nəsir bunu deyir, hətta onu oradan qovur. Amma onun Hacı Nəsirin bu nitqi həyata keçirmir? Xeyr, həyata keçmir. Hacı Nəsir onu qovur, deyir ki, mən gələnə qədər heç bir zilin-ziblin burada qalmasın da. Bunu deyir və özü yola çıxır gedir və özü baqqalına, dükanına çatanda ürəyi tutur, elə orada da ölür. Və Gülpəri getmir artıq. Müəyyən müddət keçir, artıq atasının üçü bitmişdi. İlk 3 gün Nurəddin məktəbə getmədi. Atasının üçünü yola verəndən sonra artıq Gülpəri Nurəddinə qarşı dəyişməyə başladı. Nurəddin də hətta deyir ki, nəyə görə görəsən belə oldu da, sevinir. Deyir ki, yəqin ki, düzəlib. Halbuki belə deyək, Gülpəri orada bir maddiyyat güzürdü. Hansı maddiyyat ki, əgər Nurəddinin axı 8 yaşı var idi onun. Qəyyumluğu bəli, qəyyumluq məsələsi idi. Qəyyumluğu o verilməli idi, veriləcəkdi. Ögey ana da olsa atasından sonra ailə həyatı olan bu idi, buna veriləcəkdi. Və ona görə ondan yaxşı rəftar eləyirdi. Qəyyumluq da ona verilsə, bütün mal-dövlət ona qalacaqdı. Ona da veriləcəkdi daha doğrusu. Aha, bəs bundan kim xəbərdar olub, Nurəddini xəbərdar eləyir bu söhbətdən? Bahar. Bəli, Bahar. Burada hətta məktəbə gedəndə siz dediyiniz kimi Nurəddin fikirləşir ki, görən bu xoş davranışın səbəbi nədir? Gülbahar belə davransaydı, Gülpəri daha doğrusu, Gülpəri belə davransaydı heç atam da bu fikirdən ölməzdi. Bu fikirlərlə evə yenidən qaydanda Bahar bunun nə üçün, niyə olduğunu buna başa salır və bunun nə üçün olduğunu artıq onun üçün aydın olur. Yəni Nurəddin üçün aydın olur. Aydındır, əla, çox gözəl. Yaxşı müəllim, mənə deyin görüm siz bu əsərdən, Nurəddin əsərində Gülpəri artıq verini veşini yığır, belə deyək də kəndə atasının evinə qayıtmaq istəyir, İmamverdinin evinə. Atasına xəbər eləmək üçün hər hansı bir nəsə iş görür, yoxsa atasına ümumiyyətlə xəbər? Yox, xəbər olur. Belə xəbər olur ki, çıxmamışdan əvvəl nə vaxt evdən çıxacağını 1-2 gün əvvəldən, yəni atasıgilə məktub formasında göndərmişdi. Yəni poçt vasitəsilə göndərmişdi. Hətta evdən ora çatanda əmisi oğlundan soruşur ki, atamgil Əmraslan bəy deməkdə Əmraslandan soruşur ki, atamgil hanı? Bəs ona məktub göndərmişdim, xəbərdar. Deyir ki, yəqin ki, mən səhər-səhərdən evdə yoxam. Ola bilsin ki, körpünü sel yuyub, bəlkə ona görə gəlməyib. Yaxşı. Əsərdə Cəfər obrazı var. Bəli, bəli. Kimdir? Cəfər obrazı qulluqçu idi. Məhz qulluqçu idi ki, Gülpərinin qulluqçusu idi. Aha. Gülpərinin nökər deyildi, qulluqçu demək. Nökərlərindən biri idi. Yaxşı. Mənə deyin ki, başqa hansı əsərdə Cəfər obrazları var? Cəfər. Qoy bunu mən. Bu dəqiqə şeydə də müəllim Anamın kitab əsərində. Sağ olun, tamamilə doğrudur. Atliçin, ruslar demişkən. Cəfər obrazları var orada. 2 dənə özdə Cəfər obrazları. Biri Məsəd Cəfərdir, biri də ki, Senzor Mirzə Cəfərdir. Biri polis işçisi, digəri isə acılardan biri, imkansızlardan biri idi orada. Ki, acından ölürdü, acından ağlayırdı.
Aha, əla. Yaxşı müəllim. Cəfər obrazı deməli onlar gəlirlər avtovağzala. Avtovağzala gələndə görür ki, heç kim yoxdur da burada. Orda Gülpəri Bəli. deyir, "Sən sırağa gün axı telegram vurdurub çəkdirdim axı atama. Yəqin ki, hələ gedib çatmayıb." Bunu deyəndən sonra Cəfər düşür, oradan 2 dənə fayton götürür, gətirir və bunlar yola düşürlər. Yola düşəndə çox narahatlıq keçirdilər. Bu narahatlığın da səbəbi meşənin içi ilə getmək idi. Meşənin içində də bu vaxtda quldurlar çox olurdu. Ona görə çox narahat olur burdan keçəndə və elə bu dəmdə haydutlar bunların qabağını kəsir. Quldurlar bunun qabağını kəsir. Əvvəlcə qorxur, sonradan tanış səs eşidəndən sonra Gülpəri sevinir. Çünki həmin tanış səs Əmraslan idi. Yəni o quldur Əmraslan idi onların qabağını kəsən. Orada onlar danışırlar, vəziyyəti ona xəbərdar eləyir. Artıq Əmraslanın bundan xəbəri olur. Artıq Əmraslan bunun belə deyək də huyuna getməyə başlayır. Çünki o da onun da beynində hain planlar belə deyək də üz qaldırırdı. Bəs yaxşı, biz çayın körpünü sel basdığını kimin dilindən eşidirik? Əmraslanın. Əmraslanın dilindən eşidirik. Əmraslanın valideynləri necə? Həyatda idilər? Xeyr, Əmraslanın valideynləri həyatda deyildi. Yəni Əmraslanın ilk necə deyim, birinci təhsilini Əmraslanın atasının adı Tanrıverdi idi. Hə. Bu Tanrıverdi də ki, İmamverdinin böyük qardaşı idi, yoxsa kiçik qardaşı idi? böyük qardaş. Yox, Yox, kiçik qardaşı. kiçik qardaşı idi. Kiçik qardaş. Aha. Kiçik qardaşı idi. İmamverdi daha doğrusu Tanrıverdinin də övladı olmayıb. Yəni bir dənə bu Əmraslandan başqa övladı olmayıb. Yəni bunu hər kəs ön böyüdüblər. Belə olduğu təqdirdə bunu ilk molla yanına qoyurlar ki, Anladım. bu getsin molla təhsil falan alsın. 3 gün çəkir, 3 gündən sonra bunu oradan qovurlar. Qovulma səbəbi də ki, yəni dərs falan oxumurdu. Bundan sonra onu şkolaya, yəni məktəbə göndərirlər. Şkolada da bir müddət oxuduqdan sonra burdan da qovurlar. Çünki çox nadinc olduğuna görə uşaqla dalaşıb uşağı yaralanmışdı, xəsarət yetirmişdi. Bu xüsusiyyəti biz Təpəgöz Basatın Təpəgözü öldürdüyü boyda Təpəgözə aid edə bilərik. Artıq xətər yetirdiyinə görə onu yurddan qovurdular. Burada da xətər yetirdiyinə görə onu şkoladan qovurlar. Aha. Yəni qovduqlarına görə artıq necə deyim, təhsilsiz bir kim böyüyür. Ya bunun da bu cür Neçə yaşı var idi bu dəmdə onun? hazırki böyük versiyanda yoxsa uşaq vaxtı mən? Şkoladan qovulanda. Şkoladan qovulanda mən tam dəqiq bilmirəm, 7 olar da mən. Bəli. Yadda saxlayın, 7 deməyək ona, hardasa 8-9 yaşlarında deyək. Çünki o bir dəfə getmişdi molla yanına artıq. Müəllim, yadınızda ümumiyyətlə bunun bu kişinin Əmraslan valideynləri 1 ilin içində hər ikisi dünyasını dəyişdi. Fərqli zamanlarda 1 ilin içində dalbadal dünyasını dəyişdi. 16 yaşı olanda. Bəli, dalbadal 16 yaşında olanda dünyasını dəyişdi. Bundan sonra artıq belə deyək də istədiyi həyatı yaşamağa başladı Əmraslan. 2 il keçmədi ki, atasından ona qalan bütün malı, dövləti hamısını qumarda uduzdu və bundan sonra uşaq olduğuna görə əmisi İmamverdi onu belə deyək də əl-ayağını yığmağa çalışdı, amma o elə də belə deyək də əl-ayağa gəlmədi. Və ən nəhayətində nə oldu? Əyyaş birinə çevrildi də qısacası. Bütün imkanı, pulu, varı, dövləti, hər şey əlindən getdi. Bəs və eyni zamanda öz qızını da buna vermək istəmirdi. Çünki Əmraslanı çox yaxından tanıyırdı. Bilirdi ki, yəni o yola gediləsi adam deyil. Amma Gülpəri bunu sevirdi. Gülpəri birinci artıq atasının evinə gələndə belə deyək də Əmraslanla elə gəldiyi ilk vaxtlarda Əmraslanla danışmağa başlamışdı. Baxmayaraq ki, atası ona icazə vermirdi, artıq Gülpəri atasından icazə almırdı. Çünki Gülpərinin artıq özünün pulu var idi, öz düşüncəsinə görə. Çünki deyirdi ki, Nurəddin məndədir, qəyyumluğu məndədir.
Yəni Nurəddinin bütün varı dövləti, pulu hamısı mənə qalacaq onsuz da. Daha atamdan hər hansı bir şey eləyəndə atamdan icazə almağıma ehtiyac yoxdur. Nurəddin də və Əmraslana dedi ki, qaçaq da. Amma Əmraslan özü razı olmadı buna. Nəyə görə əvvəl razı olmadı? Çünki belə deyək də, daha doğrusu ən əvvəl hələ evdə olan vaxtı, Hacı Nəsirə ərə getməyən vaxtı Nurəddin Gülpərini qaçırtmaq fikrinə heç vaxt düşməmişdi. Çünki Nurəddin bilirdi ki, mən Gülpərini qaçırsam, İmamverdidə mənə heç nə qalmayacaq. İkinci dəfə də isə artıq Gülpərini rahatlıqla qaçırtdı. Çünki belə deyək də, icazəsiz, İmamverdidən icazəsiz qaçırtdı. Çünki Gülpərinin artıq özünün pulu var idi, istədiyi yeri xərcləyəcəkdi. Yaxşı, Gülpəri ilə Əmraslanın ilk hiyləsi nə olur? Nə etmək lazım? Birinci quyuya atmaq olur, yoxsa zəhər vermək olur? Birinci zəhər vermək olur. Bu da necə olur? Deməli, bu Nurəddin eşidir ki, daha doğrusu Əmraslanla Gülpəri eşidir ki, atası dili tutulub, yəni infarkt keçirdi bu səfər, dili tutulub. Aha. Yəni bunlar əyinlərini geyinib o Qurbanəli bəydə də olduğu kimi bunlar da əyinlərini tez dəyişib geyinib gedirlər İmamverdi kişigilə. Bu getdikdə artıq bunu Nurəddin eşidir. Nurəddin deyir ki, yəni nə olsa da mən gedib babamı görməliyəm də. Səhər açılır, bu əyini dəyişib, yəni bu da Əmraslandan çox qorxur. Yəni əyinin dəyişib getmək istəyəndə Əmraslanla Gülpərinin səsini eşidir. Səsini eşitdikdə kolluqda gizlənir və bu zaman eşidir ki, Əmraslan deyir ki, Gülpəriyə, sənə deyirəm ki, zəhərləməkdən başqa heç bir çarəsi yoxdur. Bu da fikirləşir ki, yazıq babam, bunu öldürmək istəyirlər, mən bunu xilas eləməliyəm, nəyin bahasına olur olsun. Söhbətin davamında eşidir ki, lap istəyirsən quyuya ataq. Ataq ki, yəni onsuz da Bahar uzaqda, Baharın xəbəri olmayacaq, atanın dili tutulub, yəni çağıracam, deyəcəm ki, quyudan su çıxart, çıxartdığı yerdə atacam quyuya, kimin nazlarına ki, Nurəddin nədən ölüb. Bunu eşidən Nurəddin çox qorxur və meşəyə qaçır. Yəni, bu meşədən çıxa bilmir. Azır gecə bir budaq tapır, daha doğrusu ağac tapır, yəni budaqlı ağac olur da, orada yatır. Yəni, səhər açılır, qarğaların səsinə dilənçi Cənnətəli. Cənnətəli yəni qarğaları görür, buraya yaxınlaşır, görür ki, bir oğlan uşağı da ağacda. Buna deyir ki, gəl sən apararam evinə. Bu da qorxusundan deyir ki, baba, mənim yəni nə evim var, nə heç kimim yoxdur, mən köməksiz biriyəm. Yəni, heç kimim yoxdur. Belə olduğu təqdirdə artıq soğan çörək verir Nurəddinə. Nurəddin yeyir. Nurəddin başından keçənlərin hamısını Cənnətəliyə danışır. Cənnətəli də deyir ki, sizin ev buradan çox uzaqdır. 12 günlük yol var. Ay, sağ ol. Əla, super. 12 günlük yol var şəhərə getməyə qədər. Bəs yaxşı, Nurəddin necə onu yola gətirir ki, apar məni? Nə edir? Deyir, falan şey eləyərəm. Deyir ki, Bahar sənə nə istəsən Bahar sənə verəcək. Ay, sağ ol. Yəni pul miqdarı nə edirsən Bahar sənə verəcək. Nə qədər də müsbət bir adam olsa, pul eşidən kimi pulu kim rədd eləyər? Aha. Gedirlər, yəni yolda artıq çatırlar şəhərə. İlk başda Cənnətəli xəstələndiyinə görə Nurəddini göndərir ki, getsin dilənsin. Nurəddin də nə qədər indiyənə qədər, yəni bu yaşa çatıb, indiyənə qədər heç kimə əl açmayıb, heç kimdən bir nəsə istəməyib. 2-3 küçə fırlansa da əl açıb kimdənsə dilənməyə üzü gəlmir. Və bu dəmdə elə yolu keçəndə fayton, möhkəm gələn fayton Nurəddini vurur. Bu gələn faytonda Rəhimin faytonu idi ki, bu da bunu vurur və evə gedəndən sonra bu həkim çağırırlar, bunun yaralarını falan sarırlar. Deyirlər ki, heç bir problem yoxdur, yəni qorxulu yarası yoxdur, 3-4 günə sağalıb durar. Bundan sonra
Rəhimə xanım bunun boğazındakını görür. Bunun baxır ki, köhnə əskidə, yəni bulaşmış köhnə əskidədir. Bunu yeni əskiyə tikmək üçün bunu cırır. Bunu balaca bir şey çıxır. Bunu oxuması üçün Rəhim kişiyə verir. Hı -hı. Yəni Rəhim bəyə verir. Rəhim bəy bunu gördükdə deyir ki, Nürəddindən soruşur ki, sənin adın Nürəddindir? Deyir ki, bəli. Bu Rəhimə xanım deyir ki, ay kişi sən bunu hardan bildin də? Yəni bunun adını hardan bildin? Bu da deyir ki, şükür Allaha tapdıq. Yəni indiyə nə qədər axtardığımız bu Hacı Nəsirin Deməli, oğlu Nürəddindir. deməli Rəhim belə deyək də onu axtarırmış. Yəni Bəli. nanəciblik eləməyib də, axtarırmış, amma tapa bilmirmiş. Bəs yaxşı, biz bu əsərdə Nurəddinin divan tərəfindən artıq ölü kimi qeydə alındığını kimin dilindən eşidirik? Burada Baharın dilindən eşidirik ki, bunu. Ay, sağ ol. Bahar Bəli. Baharı çağırdırandan sonra burada hətta necə deyim, əsərin gedişində Rəhim kişi deyir ki, Rəhim bəy deyir ki, bəs sən Baharın yanında sən şeydə deyilsən də, necə deyim, təhlükəsiz olmayacaqsan. Gəl bunu qəbul elə, burada qal. Necə deyim, sən mənə himayəyə götürür də. Aha. Nurəddin də bunu qəbul edir. Yəni məktəbə qoyurlar, Bahara məktub göndərilir. Bahar gəlir. Bahar yəni burada artıq deyir ki, mən səni ölmüş bilirdim. Burada hətta Nurəddin qışqırır ki, Bahar mənəm də deyib, yəni burada belə deyək də, qucaqlayır falan səni ölmüş bilirdi. Hətta divan da səni ölmüş bilirdi. Yerdə qalan əşyaları falan gəldi, Əmraslanla Bahar apardı. Sonra yəni evi satdılar da, belə deyək. Ay, sağ olun. Əla, super. Deməli, biz burada onun Bahar tərəfindən biz şahidi oluruq ki, bu əsərdə belə deyək də Nurəddin artıq ölü kimi qeydə alınır və Qəyyum da nədir onun adı? Gülpəri olduğu üçün avtomatik olaraq ölü kimi qeydə alınan Nurəddinin bütün malı, dövləti, atasından qalan hər şey gəlir bunun sərəncamına verilir. Gülpərinin sərəncamına. Gülpəri də Əmraslanla evli olduğu üçün Əmraslan onun bütün varını, dövlətini alır və qumarda uduzur. Artıq bəs Əmraslanın özünün aqibəti necə olur? Əmraslanın özünün aqibəti o evləri, kətdəki evləri, bu şəhərdəki evi satıb, öz evini satıb qurtardıqdan sonra qumarda uduzur. Yəni bundan sonra onsuz da qaçaq dəstəsində idi. Yəni bir növ Gülpərini qovalayır, yəni Gülpərini atır küçəyə. Özü də qaçaq dəstəsinə qoşulur, qaçaqçılıq eləyir. Bir müddətdən sonra divan tərəfindən tutulub asılır. Ay, sağ olun, əla. Bəs yaxşı, biz Əmraslanın aqibətini, daha sonra Nurəddinin belə deyək də Nurəddindən Gülpəriyə keçən bütün malın, dövlətin qumarda uduzulduğunu kimin dilindən eşidirik? Təhkiyəsinin. Yox, nə təhkiyəsi müəllim? Burada təhkiyəsi yox idi. Üzr istəyirəm. Deməli, kimin dilindən? Mən obrazların dilindən eşidirik də. Hansı obraz? Məsələn, bu iki dənə fikri, hansı bir dənə obrazın dilindən eşidirik? Deyir ki, Əmraslan da öldü. Divan tərəfindən öldürüldü. Kim Əmraslanın dəqiq öldüyünü deyər? Arvadı deyər də, Gülpəri deyir. Gülpər deyir. Aha. Gülpər deyir. Yaxşı. Rəhim əslən haralı idi? Rəhim əslən İranlı idi. Yəni əsli Bəs onun İranlı Şimali Azərbaycanda nə işi var idi? Yəni bizim tərəfdə nə işi var idi? Müəllim, əslində onu necə deyim, mal aparmağa gəlmişdi. Yəni 300 manat pulla gəlmişdi ki, xırdavat malı alıb apar. Amma bir qədər mən o yəni o dövrdə də, indiki dövrdə də İran daha ucuzluğu idi da, yəni buradan xırdavat alıb aparmağa bir qədər.
O İranlı idi. Yəni o Xırdavat dedikdə nə nəzərdə tutulur bilinmir də. Ona görə bəlkə heç orada olmayıb, ona görə bu üzə keçib. Yəni hər ehtimal nəzərə almaq lazımdır. Əslən İranlı olur, tamamilə düz dediniz. Deyir ki, mən xırda tacirəm. Yəni imkanı o qədər də yüksək biri deyildi. Sadəcə deyir ki, xırda tacirəm, ticarətlə çox xırda ticarətlə məşğulam. 300 manat əl biraz deyir xırda xuruşlarımı satıb 300 manat pul əldə eləmişdim ki, gəlim burdan xırdavat götürüm, aparım satım. Onu da ki oğurladılar. Burada da kim Bəli. buna 300 manatı verir? Rəhim bəy. Aha, Rəhim verir. Rəhim nədir? Nəsir, Hacı Nəsir gətirir verir. Bəs ya Hacı Nəsri Rəhim nə idi? Rəhimə Hacı Nəsir gətirir. Hacı Nəsir Rəhim də qayıdıb deyir ki, ev ünvanınız adını Hacı Nəsirdən istəyir. O da verir. Axşamı gəlirmi Rəhim olaraq? Bəli, bəli. Axşamı gəlir, hətta gətirir Gülüstanı Gülüstanı verir. Deyir ki, bundan böyük sövqat ola bilməz. Yəni bunu bağlayın Nurəddinin, yəni verin Nurəddinin boynundan asın. Ay, Böyüyəndə də oxuyar. Allah. Belə. Hətta Rəhim bəy, yəni Rəhim soruşur ki, sən bunun tarixçəsini bilirsənmi? Yəni hekayəsini bilirsənmi? Deyir, bəli. Atam deyib. Bəli. Bəs Nurəddini Edadi məktəbinə qoyan kim olur? Yəni orta məktəbə qoyan kim olur? Rəhim bəyin özü. Bəs Nurəddini ibtidai məktəbə qoyan kim olmuşdu? İbtidai məktəbə atası. Bəli. İbtidai məktəbə öz atası, orta məktəbə isə atalığı qoymuşdu. Tamamilə doğrudur. Nurəddin də yekunlaşdı. Oradan bir sual da deyim. Cənnətəlini gətirib Bağban. Aysa Cənnətəlini bağban qoyur. Bu birisini də gətirir. Bahar da yenə əvvəlki kişidə qulluqçu kimi yəni orada. Bəli, Bahar gətirir öz evinə. Yaxşı, keçək Talvara. Talvar əsərin. Burada əsərin düzdür, sonunda yəni biz oxuduğumuz şeydə əsərin sonunda tam bilinmir də Gülpərinin aqibəti necə Gülpəri olur. Gülpəri sadəcə bağışladı. Gülpəriyə evində heç bir vəzifə filan vermədi. Sadəcə bağışladı. Dedi, mən səni bağışlayıram. Mən səni bağışlayıram falan filan. Bir köməklik eləyib böyük ehtimal. Çünki orada yəni yaxşı insan eləyər də, bağışlayan insan yəqin köməkliyin də eləyir məntiqlə düşünəndə. Hətta orada özü ilə fəxr eləyir Rəhim ki, mən yaxşı ki sənin kimi övlad böyütmüşəm. Belə. Talvar hekayəsi haqqında gəlin danışaq müəllim. Talvar hekayəsində belə deyək də, Tutun 100 yaşını tamam eləyəndə ortadan iki yerə ayrılmağı belə deyək də, həqiqətən olan bir şeydir, yoxsa Əli Abbas kişinin uydurması idi? Əli Abbas kişinin uydurması, yəni daha doğrusu real baş verir. Necə deyim, əslində bunu Əli Abbas kişi özündən uydurmuşdu ki, 100 yaşında Tut parçalanır, yəni iki yerə bölünür. Amma Tutun bölünməyi həqiqətən üst-üstə düşür. Aha. Deməli, ehtimal və düşüncələrin hər biri üst-üstə düşür burada. Yaxşı. Əli Abbas kişi özünün neçə yaşı var idi? Əli Abbas kişinin 65. Yox. Əli Abbas kişinin özünün yaşı 90'ı keçmişdi. Öz yaşı 90'ı keçmişdi. Oğlunun elə 60 plus yaşı var idi onun. Bəli, bəli. Aha. Əli Abbas kişinin Tubu xanımla Əli Abbasın belə deyək də 6 övladı olur müəllim. Tubu xanımla Əli Abbasın 6 övladı. İkisi kişi, yəni ikisi 4 xanım da belə 2 qız, 2 oğlan, 4 qız. Bəli, tamamilə doğrudur. 2 qızı olur, deməli 4 qızı olur, 2 dənə də oğlu olur. O deməli onların 4 qızının hamısı ölüb. 4 qızının 4'ü də ölüb. Yerdə qalan 2 dənə oğlu var cəmsi. Aha, oğlanlarının da böyüyünün adı nə idi? Adam öldüyü Ölüb müəllim, əsər finalında ölüb. 4 qızının 4'ü də ölüb. Bəli, bəli.
Deməli, 6 uşağı olur, 4 qızı ölür, 4-ü də. 2 dənə oğlun, ikisi də sağ-salamat qalıb. Hətta o evdə qalanların ikisi 2 dənə evdə qalan uşaqlar ki var, nəvələr, nəticələr, hamısı oğlanlarından olan idi. Qızlarından olan nəvə, nəticənin heç birisi Bəli, bəli. orada yaşamırdı. Ağa Yaxşı. Muxtar Fəthullahdan qalan. Bəli. Ağa Muxtar böyük oğlan idi, kiçik oğlan idi. Ağa Muxtar böyük, Fəthullah kiçik. Aha. Məsmə hansının arvadı idi? Məsmə Fəthullahın arvadı idi. Nədir? Anası. Yox. Ana xanım. Ana xanım da Muxtarın. Aha, əla, yaxşı. Bəs Ağa Səlim kim idi? Ağa Səlim də Ağa Muxtarın oğlu idi. Yox, Əli Abbasın nəvəsi idi. Ehtimal olunur onun Fəthullahın oğlu. Fəthullahın oğlu olduğu ehtimal olunur. Adınızdan çıxartmayın müəllim. Ağa Muxtarın oğlu deməyimiz doğru deyil. Yaxşı. Gülağa kim idi bəs? Fəthullahın nəvəsi. Fəthullahın nəvəsi. Ehtimal olunur ki, Ağa Səlimin oğludur. Aydın oldu. Çünki Ağa Səlimin əgər biz Fəthullahın olduğunu ehtimal ediriksə, Gülağa da Fəthullahın nəvəsidir, yəni Ağa Səlimin oğlu olduğu ehtimal olunur. Çünki onların başqa oğlunun olduğu qeyd olunmayıb. Zibeydə kim idi bəs? Zibeydə də Ağa Muxtar, Ağa Səlimin yoldaşı. Ay sağ olun, əla, yaxşı. Yaxşı. Tubu xanım yaşayırdı mı? Tubu xanım? Bəli. Hayır. Tubu xanım bu hadisə danışılan ərəfədə artıq 3 il öncə dünyasını dəyişmişdi. Bu məlumatlar kitabda yoxdur. İndi onların yazısını yazmışam, atacam. Deməli, Tubu xanım artıq bu tut əhvalatı olan hadisədən 3 il öncə dünyasını dəyişmişdi. Yaxşı. Mənə deyin görüm siz, bu tut ağacını bunlar bura daşınandan sonra əkiblər yoxsa elə əzəldən var idi? Bəli, onu yəqin ki orijinalda var. Burada deyir ki, Ağa Əli Abbas kişinin atası adı bir dəqiqə yadımdadır. Bir dəqiqə mənim deyəcəm adını. Həzrət Qulu. Adı Həzrət Qulu. Həzrət Qulu kişi yəni 2 otaqlı ev idi və bir də bu yenicə pöhrələnmiş tut ağacı idi. Yəni indi oradan yəni bu kitabda mənim oxuduğum şeydə də maşımda tam dəqiq bilmirəm ki, indi o əvvəldən oldu. Fikirdən yola çıxaraq biz deyə bilərik də. Deyir ki, elə sizin dediniz ki, bəs Fətullah nə idi? Həzrət Qulu o evi alanda, o hələ tut ağacı orada xırda bir pöhrə idi. O fikir orada qeyd olunur. Deməli, hazır vəziyyətdə orada idi. Sonradan artıq əl vurmadılar da, elə o qaldı orada. Yaxşı, bəs bir dənəsi belə yerdə qalmasın, günahdır dedikdə, həqiqətən dini cəhətdən günah olmağı nəzərdə tutulur, yoxsa bu da onun düşüncəsi idi? Bu Əli Abbasın uydurması idi. Sadəcə fikirləşirdi ki, ağac 100 il bar veribsə, yəni 100 il onun tutu yeyilibsə, yəni 100-cü yaşda onun 100 yaşlı bir tutun yerdə qalmağı, onun tutunun barının yerdə qalmağı günahdır. Yəni bu öz uydurması idi. Əla. Tamamilə doğrudur. Yaxşı. Başqa nə danışaq? Mənə deyin görüm siz, bu əsərdə qab gətirin qonşulara da verək dedikdə, deyən kim idi? Qab gətirin qonşulara da verək. Deyən müəllim o elə Hacı xanımdır, səhv deyirəmsə. Hacı xanım nədir? Məsmənin nitqindəndir, Fətullahın arvadı. Əsərin orijinalında, müəllim, bu əsərin orijinalında bu fikir, yəni yığıb qonşulara da pay vermək lazımdır. Bu fikir Ana xanımın gəlini Fəridənin nitqi kimi verilib. Amma Fəridə bu əsərdə məktəb kitabında, sonra sizin oxuduğunuz kitabda qeyd olunmayıb. Əsərdə obraz çoxdur. Sən Fəridə obrazı da var. Fəridə obrazı Ana xanımın gəlini idi. Bu nitq də orada onun nitqi kimi verilib. Amma burada dəyişdirilib. Yəni sizə bunu bilməyiniz kifayətdir. Yəni əlavə məlumat kimi deyirəm, yadınızdan saxlayın da. Aha, yaxşı.
Ağac hansı ayda parçalanmışdı? İyun aydı. N yoxsa L? Tut. L. Tutu bir L. dənə fikirləşin. Tut ağacı L-da əsasən var verir. Hansı gün? İyulun hansı gün? 6-cı gün. Bəli, şənbə günündə iyul ayında ağac belə deyilir parçalanır. Ağacı ilk görən kim olur? Ağacı ilk parçalanmağını görən şey, Gülağa. Birinci Gülağı olur, Aysan. Sonra deməli Ana xanımı olur. Sonra da deməli Əl Abbas olur. Gülağa, Ana xanım, Əl Abbas. Ən axırda Əl Abbas olur. Əl Abbasa kimsə deyir, yoxsa özü çıxır? Gülağa getib demək istəyir, artıq görür ki, əynin geyinib it addımlarla gəlir. Müəllim, amma məncə ardıcıllıq belədir. Deməli, Gülağadır, yəni Ana xanımdır. Ondan sonra şeylərdir, nədir, oğlanları. Yəni ən Yox, yox, axırda Əl Əlabbas. Abbas müəllim. Budur, bu formadadır. Bu formadadır, aydın. Birinci Gülağa görür, sonra Ana xanım, sonra Əl Abbas görür. Əl Abbas da gelib kimsə demir. Həmin günü tut günü kimi adlandırır? Deyir ki, bu günü tut günü elan eləmək lazımdır. Bu Fəthullah günü tut günü elan eləməklə Fətul oğlanları deyirdi, oğlu deyirdi. Ağa Müəllim sən deyir ki, bu günü yox nəvəsi, ağam Fəthullahın oğlu oğlu. Ağa Səlim deyir. Bəli, Ağa Səlim deyir. Yaxşı. O qohumluq əlaqələri adam çəkdirir müəllim. Heç o ehtiyac yoxdur ona. Bilmirəm, sadəcə belə deyir də, onları konspektləşdirmişəm, indi atacam sizə. Qrupa atacam indi. Aydın. Yaxşı. Əl Abbasın sinəsinə düşən tutun ləkəsini kim görür? Onu Ağa Muxtar görür. Hətta elə bilir ki, bir anlıq düşünür ki, atasının ürəyinə güllə dəydi. Bəs nəyə Yəni bu görə qanda Ağa Muxtar bu formada narahat idi? Həmişə ümumiyyətlə əsərin orijinalında da Ağa Muxtar belə şeylər görəndə çox həyəcan keçirən bir tip idi. Onun həyəcan keçirməsinə səbəb nə idi? müharibədə yəqin ki, iştirak eləmək olur ki, Malis, əhsən sizə. Bəli, müharibədə iştirak eləmişdi və onun düşüncəsində müharibənin sərt ağrı acıları qalmışdı. Törətdiyi fəsadlar qalmışdı. Ona görə də belə bir şey görəndə həmişə o psixologiyasındakı o narahatlıq onu belə deyək də düşüncələrini, hisslərini, duyğularını ələ alırdı. Tamamilə doğrudur. Əla, çox malades. Yaxşı. Burada Ağa Muxtar atasının çox qocaldığını düşünürmü? Ağa Muxtar atasının bəli qocaldığını düşünür, amma ki, orada müəllim, mənə bir şey çatmır əslində. Elə yaxşı məqam yerinə düşdü. Deməli, birinci fikirləşir ki, yəni Ağa Muxtar fikirləşir ki, necə deyim, güllə atasına güllə də, yəni güllə dəydi. Bu da gülləni yendi Əl Abbas kişiyə. Aynı moment orada necə deyim, bir anlıq şey fırlanır. Artıq düşüncə keçir Əl Abbas kişi, Əl Abbas kişi Ağa Muxtarın necə qocaldığını fikirləşir. Onun vaxt varkən qutda dırmaşdığını, barya dırmaşdığını falan düşünür. Yəni sonra da necə deyim, deyir ki, özünün qocaldığını demir, yəni oğlu Muxtarı deyir. Qadir hətta buna gülür, deyir, Özünün də qocaldığını deyir müəllim. Çünki deyir ki, mənim uşaqlıqda olan hər şey yadımdadır, amma indi dünən olan şey mənim artıq yadımdan çıxır. Yəni o özünün də qocaldığını deyir orada. Deyir ki, heyf qocalıq. Hətta orada bir ifadə deyir, biz gəldi gedərik, sən yaşa dünya və yaxud da İskəndərə qalmayan dünya sənə də qalmaz. Kimə qalacaq daha doğrusu nitqini işlədir. Bunu da işlədəndən sonra Ağa Muxtarın qocalığını görür. Ağa Muxtarın qocalığını görəndən sonra da öz qocalığını düşünür. Deməli bu birinci Ağa Muxtarın qocalığını düşünür. Oğlunun qocalığı. Çünki oğlu onun yanında idi da. Yəni necə hardan bilərik yanında? Çünki ona demişdi ki, yəni o üstünə düşən ləkəni o görmüşdü. Ondan sonra ona baxdı, gördü ki, həqiqətən saçları ağarıb falan. Çünki artıq onun oğlunun 60-dan 65-dən çox yaşı var idi. Deməli oğlanların onu gördü, onun uşaqlığı gözünün önündə gəldi. Sonra artıq öz qocalığını yadına saldı. Yaxşı.
oğlanların hər ikisi, yəni Fəthullah da müharibədə iştirak eləmişdi, yoxsa ancaq elə Ağamuxtar iştirak eləmişdi? Hər ikisi. Aha, əla, super. Yaxşı. Əl Abbasın atası kəndçi idi, yoxsa Bakılı idi elə? Yox, Əl Abbasın atası kəndçi idi. Sadəcə sonradan Bakıya köçüb neft buruğunda işləməyə Aha. başlamışdı. Deməli, Amma Əl Abbas Əl Abbas, Əl Abbasın atası, yəni Həzrət Qulu, Əl Abbas özü, bunlar kəndçi idilər. Yəni kənddə anadan olub doğub, belə deyək, baya başa çatmışlar. Amma nədir bunu? Əl Abbasın artıq Əl Abbasdan törəyənlər şəhərli hesab olunur. Çünki onlar şəhərdə dünyaya gəlmişdilər. Aha, Əl Abbasın atası Həzrət Qulunun peşəsi nə idi, müəllim? neftçi idi, neft buruqlarını işləyirdi. Ay, sağ ol. Əl Abbasın atası sabunçu neft mədənlərində fəhlə işləyirdi. Neftçi deməydi, çünki neftçi biraz şeydir, ali təhsilli bir sənət kimi adamın özünə gəlir. Fəhlə kimi işləyirdi orada. Yaxşı, yəni vəzifəli bir şey deyil də, başqa cür başa düşmək. Daha sonra deməli orada fəhlə işlədi. Fəhlə işləyəndən sonra artıq öz vəzifəsini artırdı. Deməli buruq ustası oldu. Deməli sonradan usta oldu. Deməli Əl Abbas bəs neft atasının işini davam elətdirib neftçi oldu, yoxsa o Deyil. Dülgər olur. Ay, sağ olun, əla, tamamilə doğrudur. Yaxşı müəllim, mənə deyin görmüsüz, məhəllədə qəzetdə imzası, adı sanı olan ilk adam kim idi? O müəllim epizod belə tam yadımda deyil, sadəcə gəlir bu nədir? Əl Abbas kişi çıxır darvazanın çölündə, qapının ağzında skameyka düzəldir. Bu məqamda yəni oğlu deyir ki, sənin nəyinə lazımdır skameyka, bu yaşda falan, əlini falan əzir. Yəni qonşuluqda olan dükan sahibi falan da deyir ki, nəyinə lazımdır belə elə. Amma bu ziyalı kənddən belə deyək də, ziyalı kimi bir növ çıxan Əla. deyir ki, Bəli. o ziyalı Onun adı belə deyim, Mehranqulunun oğlu Əliqulu idi. O qədər belə deyək də, Əl Abbasın bu xarakterinə daha çox poetik formada yanaşır. Hətta ətrafındakılar onu düzgün başa düşmürdülər. Yəni anlamırdılar. Buna səbəb isə onların təhsilsiz olması idi, amma Əliqulu təhsilli idi. Yaxşı. Əl Abbas kişi nəyə görə öz alətlərini ona naxələflik edirmiş kimi təqdim eləyir? Çünki ilk skameykanı düzəltmək istəyəndə mismarlar əyri gedir, çəkic əlini zədələyir, balta əlini kəsir. Yəni buna görə deyir ki, yəni artıq öz işini görmür də, bunlar öz işini görmürlər. Aha, əla. Artıq bir qədər keçdikdən sonra bunları satmaq fikrinə gəlir. Neçə Amma gün ki gedib bunu satmağa uşaq bağçasının yanına? deməli 3 gün müəllim. 1, 2, 3 artıq 4-cü günü getmir. 4-cü günü başlayır skameykanı düzəltməyə. Aha. Bəs neçənci gün o bir usta ilə rastlaşır? 3-cü günü. Aha. Ustanın təqribi neçə yaşı var idi? 25-26. Afərin, əla. Usta ondan nəyin qiymətini soruşur? Hansı alətinin qiymətini soruşur? Bir dəqiqə müəllim. Adı tam yadımdan çıxdı. Zubil. Zubul da deyirlər, zubil də deyirlər. Zubil? Ay müəllim, Zubil deyildi, yox. Zubuldur, zubul. Belə bir alətdir. Yeri filan deşmək üçün filan bu formadadır. Buradan belə vurursan zubuldur, 100% zubuldur. Bizdə zubil deyirlər. Yəni başqa yerdə zubul deyirlər. Bilmirəm sizdə nə deyirlər. Aydın. Belə belə siz dediyiniz kimi belə deşmək üçün hər nəysə. Hətta orada da deyir ki, bəli düz deyirsiz müəllim. Yəni həqiqətən birdən necə deyim, adamın ağlından çıxır. Orada deyir ki, neçədə bu zubul, bu Əl Abbas kişi onun əlinə baxır. Əlinə baxır. Burada da bu baxır ki, mənim əlim yəni diqqətini çəkir ki, bu bunun əlinə baxdı. Deyir ki, baxırsan görüm mən həqiqətən ustayam yoxsa yox. Deyir ki, mən ustayam.
lap özdə sən dediyindən, lap Hı. əlasından. Amma ki, indi sənin buna alan, necə deyim, hər kəs artıq elektriklə alır, özdə 13 manat 50 qəpiyə. Ay E, sağ. 13 manat 50 qəpiyə və hər yerdə doludur. Hı -hı. O da deyir ki, sənə məcbur elədim ki, gəl mövzu bol. Get bala, get deyir. Yəni bundan sonra artıq sabahsı gün qayıdır gəlir evə. Sabahsı gün götürür, başlayır skameykaları, yenidən skameykanı düzəltməyə. Artıq burada mismarda düz gedir, əlində zədələnmir, çəkid düz vurur, mismar düz gedir. Artıq şeyi bitirir. Hı -hı. Necə deyim, skameykanı bitirir. Bəs Skameykanı yaxşı. bitirəndən Əl Abbas kişinin belə deyək də, ustalığının şah əsərini kimə düzəldir Əl Abbas kişi? balaca xanıma. Aha, bəli, balaca xanıma düzəldir. Yaxşı. Burada Aha, çox buyurun. istəyirəm bir dənə belə bir şey səslən. Deyir ki, yəni əsasən balaca xanımı deyir ki, balaca xanım bir kəlməsinə, sözünə ətrafına kişilər yığışan adamlar falan deyir söz yox ki, ə, Əl Abbas kişini qeyrət boğur. Hı Ə, -hı. yəni o qeyrət boğmağı onu balaca xanımla nə əlaqəsi var ki? Yəni Balaca balaca xanımla xanım onu deyil. Deməli, orada balaca xanım skameyka düzəldir axı burada öz varatalarının qabağında Əl Abbas kişi. Kişilər filan hamısı yığışır ora, o skameykanın yanına. Balaca xanım da orada söhbət filan edir də. Orada onu qeyrət boğur. Qeyrət boğur necə? Yəni özünə sığışdırmırdı. Bunun evində arvadı, uşağı var, gəlini var. Ona sığışdırmır. Qeyrət boğur o deməkdir. Ona görə gəlir balaca xanıma müraciət edir. Balaca xanım da deyir ki, neyniyim axı? Təmizləyərsən deyir buranı. O da deyir ki, narahat olma, təmizləyəcəm. Bir dənə də mənə düzəld. O da deyir ki, hə, başım gözüm üstə düzəldərəm. O deyir, gedib düzəldir. Yəni qeyrət boğur dedikdə camaat ora yığışırdı o skameykada oturmaq üçün. O da ki, evinin qabağıdır da. İstərsəniz adamı pis təsir eləyir. Yaşlı adamdır. O qeyrət boğur dedikdə bu nəzərdə tutulur. Aydın. Aha. Hansı fəsildə öldü bu kişi? Hansı fəsildə? Hı-hı. Mən fəsil tam Deyir ki, isti payız günü idi. Səhər bəli, açılmışdı. Onun böyük gəlini Ana xanım işini gücünü görürdü. Ara bir çölə baxırdı. Onun içində bir narahatlıq var idi. Amma hətta bilmirdim. Ha. oktyabr ayı deyir, isti oktyabr günü Hə. idi. Deyir, oktyabra xas olmayan istilərdən biri idi, isti payız günü idi. Ana xanım çay falan yenə dəmləyir, baxır ki, necə deyim, Əl Abbas kişinin bu düzəltdiyi damın ağzı açılmayıb. Yəni adətən bu vaxtda açırdı. Yəni çöldə hərlənirdi. Artıq bir qədər vaxt keçdikdən sonra uşaqlar da durur. Yəni dururlar çörək yeməyə. Görür ki, yəni Əl Abbas kişidən səs soraq yoxdur. Ağa Muxtara deyir ki, bəs Əl Abbas kişi hanı? Bu da gedir elə bu məqamda Ağa Muxtarın necə deyim, yenə dalağı sancır ki, görəsən nə olub? Gedib baxır ki, atası gecə keçinib. Hətta uşaqdan böyüyü hər kəs inanırdı ki, bu balaca xanıma dediyi ki, o üstü damlı talvar, yəni bunun çəkici, baltası, nə Gecələr bilim, canlanıb gəlib onun talvarını düzəldim. Çünki onun talvarı bir gün oyanıb görüblər ki, həmin talvar düzəlinib. Amma əslində yarımçıq qoymuşdu onu. Ölmüşdü də kişi. Amma bir gün oyanırlar görürlər ki, o düzəlinib. Gecələr tak-tak səsi gəlir. Elə bilirlər ki, həqiqətən də belə bir şey var. Bu əsərdə yadda saxlayın ki, müəllim, Talvar əsərində köhnə nəsillə yeni nəslin maraqlarının qarşılaşması öz əksini tapmışdır. Hansı fikirdə yeni nəsil, yeni ustadır. Onun marağı nə idi? Elektriklə işləyən usta. Köhnə nəsildə isə daha çox belə deyək də əmək sərf etmək, daha çox ağır iş şəraiti nəzərdə tutulurdu. Belə, Talvar da getdi. Türkün nəğməsində elə bir suallıq bir şey yoxdur. Bir dənə yadınızda saxlayın ki, Türkün nəğməsi deməli romantik üslubda yazılmış əsərdir. Hər belə deyək də qəhrəmanlıq motivi üzərində yazılıb, amma romantik üslubda yazılıb, realist üslubda yazılmayıb. Yadınızdan çıxartmayın. Orada qeyri bir şey yoxdur daha. Belə, axşama deməli mən yenə də onluq sual atacağam bu mövzular üzərində. Nəyi soruşmuşumsa onları da atacağam. Görüm, əlaqəli eləyəcəm sualları. Görüm, düz tapacaqsınız keçən dəfə kimi, yoxsa yox.
Aydın. Öyle. Oldu o zaman. Əlavə sualınız Oldu müəllim. varsa sağollaşaq. Mən bu gedişatla ədəbiyyatda neçə yazaram? Ədəbiyyatdan mən çox gözləyirəm ikinizdən də. Yəni 15-də 15 də yaza bilərsiniz. İnşallah müəllim. Mən gözləyirəm çünki. Çünki ədəbiyyat diqqətinizi toplasaz, özünüzdə belə deyək, həyəcanınızı idarə etsəz, Azərbaycan dilində 20-dən 25 sualdan 18 dənə, 17 dənə çox rahatlıqla yazarsınız. Yerdə qalar da 18-17 dənə. 18 dənə Azərbaycan dili qalsa 17 dənə də çıxacaq. 13 dənə ədəbiyyat qalsa, 15 dənə də kurikulum yazsaz, polnu bəsdir. İnşallah müəllim. İnşallah hər şey yaxşı olacaq. Az qalıb. Mən bu Aha. cavablar çıxmır. Belə də cavab çıxmır ki, Get bu çıxır, cavab get çıxır onsuz da. Hara düşməyinizlə bağlı, hansı məktəbdə keçiriləcək falan filan. O get çıxır. Bir həftə filan qalmış çıxacaq imtahana. Aydın. Oldu. Oldu o zaman. Sağ olun. Qeydləri də atıram mən. Bu əsərlər üzərində çıxartdım. Oldu, sağ olun. Sağ olun.